إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد أوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əmrinizə Allahdan qorxmağı tövsiyə edirəm. Çünki bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, Allah Taala öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və Kəmal qardaşın dediyi kimi bugünkü mövzumuz qiyamətin kiçik əlamətləri olacaq və çalışacağıq ki, elə də çox dayanmayaq bu mövzu üzərində. Çünki mövzu geniş mövzudur, lakin müəyyən ehtiyac duyulan dəlillərə və müəyyən mövzulara qısaca toxunacağıq və çalışacağıq ki, o mövzu ki, hansı ki, böyük diqqət əhatə edir, böyük diqqət lazım bilir, onun haqqında biraz geniş danışaq. Ümumən, qiyamətin kiçik əlamətləri çoxdur və alimlər çalışırlar onu tərtib etsinlər. Çünki hədislərdə ona baxsaq, onların hansının o birisindən sonra gələcəyi haqda sabit tərtib olan hədislər yoxdur. Ona görə alimlər çalışıblar onları cəm etməyə və xüsusən də nə sabit olub bu haqda və biz də ancaq sabit olanlara toxunacaq. Çünki sabit olmayan kiçik əlamətlər haqda danışanlar da olub və saysız hesabsız zəif və qondarma hədislər var bu haqda. Lakin biz hədis Peyğəmbər s.ə.v-in hədislərindən nə sabit olub, onu özümüzə din bildiyimiz üçün ancaq sünnədə sabit olan və səhih və həsən olan rəvayətlərə toxunub bu kiçik əlamətlərə işarə edəcəyik. Və dedik ki, alimlər çalışıb tərtib etsin. Çünki bu əlamətlərdən eləsi var ki, artıq olub keçib. Eləsi var ki, hal-hazırda hələ də var. Və eləsi də var ki, qiyamətə yaxın olacaq. Və bəzi əlamətləri alimlər bu uyğunluğa görə, yəni olub keçməsinə görə tərtib edir. Məsələn, fitnələrin baş verməsi sözsüz ki, Konstantinopolun fəthindən qabaq olub. Ona görə fitnələri görürsən ki, alimlər kiçik əlamətlərdə Konstantinopolun, İstanbulun fəthindən qabaq zikr edirlər. Və ya məsəl üçün Rumla olan döyüşlər, Rum imperiyası ilə olan döyüşləri Konstantinopolun fəthindən qabaq zikr ediblər. Eləcə də Konstantinopoldan sonra qiyamətə yaxın, məsəl üçün, müsəlmanların yahudilərlə və ya nəsranilərlə arasında olan döyüşünü zikr ediblər. Ona görə də elə əlamətlər var ki, onlar artıq olub, keçib, eləsi var ki, davam edir və eləsi də var ki, qiyamətə yaxın olacaq. Böyük əlamətlərin əsnasında və ya böyük əlamətlərin arasında olacaq. Məsəl üçün, Kəbənin Həbəşilər tərəfindən dağıdılması və ya Kəbənin Zul-Suleyqətin tərəfindən dağıdılması. Bu, sözsüz ki, qiyamətin sonlarına yaxın olacaq və ya küləyin çıxması, hansı ki, sərin və ya xəfif, daha doğrusu meh olacaq, yer üzərində olan bütün möminlərin canını alacaq. O, sözsüz ki, qiyamətin axırlarına yaxın olacaq. Məhşər, insanlar məhşərə toplanmamışdan qabaq ki, qiyamət şər insanlar üzərində olsun. Və bəzi əlamətlər fikir versək Quran və sünnəyə görə ki, onlar hətta səhabələrin vaxtından artıq çıxmaqda idi. Başlanğıcı səhabələrin vaxtında idi. Və sonradan getdikcə artdı və qiyamətə yaxın kamilləşəcək, tam olacaq. Məsələn, cahillik və cahilliyin olması və ya cahilliyin meydana gəlməsi sözsüz ki, səhabələrin vaxtı da var idi. Qiyamətin sonlarına yaxın bilirik ki, kiçik əlamətlərdən elm qaldırılacaq. Ona görə bu əlamətlər heç biri Quran və sünnədə hansısa bir tərtiblə gəlməyib. İşarə edibsə, o demək deyil ki, onlar haramdır hamısı. Elə bir qayda yoxdur ki, Peyğəmbər s.ə.v deməsi ki, qiyamətin kiçik əlamətlərindən bu və bu var. Necə ki, Cəbrailin hədisində, hansı ki, Peyğəmbər s.ə.v-dən soruşanda qiyamət saatını, elmini Peyğəmbər s.ə.v Allaha yönətdiyində, həvalə etdiyində və bildirdiyində ki, soruşan soruşulandan çox bilmir, Cəbrail ondan qiyamətin əlamətlərini soruşur. Və Peyğəmbər s.ə.v
ki ona entəlidəl əmətu rabbətəha. Məsələn, Peyğəmbər buyurur ki ona kəniz, yəni qul, kölə qadın öz ağasını doğacaq. Və həmçinin buyurur ki, Əntaral hufatəl uratəl ələtəşşət yətətavalinə fil bunyan. Görəcəksən, ayaq-yalın, çılpaq, yəni başı açıq çobanlar bir-birləri ilə hündür binalar tikməkdə yarışacaqlar. Bu o demək deyil ki, yəni hündür binalar tikmək haramdır. Yox. Bu göstərir ki, yəni belə bir qayda yoxdur ki, Peyğəmbər s.ə.v qiyamətin hansı əlamətini zikr edibsə, həmin əlamət haramlığına dəlat edir. Yəni pisdir. Çünki elə düşünürlər ki, qiyamətin əlamətisə deməli pisdir bu. Bəli, elə əlamətlər var ki, məsəl üçün, qiyamətə yaxın olacaq, lakin zərurətdən doğan bir əməllər olacaq, hansı ki, insanlar onu edəcəklər. Lakin o əməllər mübah əməllər olacaq. Heç də haramlığına dəlalət edəmir. Və qiyamətin kiçik əlamətlərinin ilki Peyğəmbər sallallahu aleyhi və səlləmin gəlməsidir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin elçi kimi göndərməsidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin elçi kimi göndərilməsi qiyamət saatının yaxın olmasıdır. Ona görə İmam Buxari rahiməhullah Səhl radiyallahu anhudan rəvayət etdiyi hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Bu'istu ənə və səəti kəhəteyn və yuşir bu isbi'ihi və yudduhə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, mən və qiyamət saatı bu iki barmaq kimi göndərilmişəm. Və Peyğəmbər s.ə.v iki barmağını göstərirdi və uzadırdı insanlar görsün deyə. Və Ənəs radiyallahu anhu İmam Müslimin rəvayət etdiyi hədisdə işarə edir necə Peyğəmbər s.ə.v bu fərqi göstərirdi. Deyirdi ki, Peyğəmbər s.ə.v mən və qiyamət saatı bu iki barmaq kimi göndərilir. Yaxındır. Yaxın və deyir ki, Ənəs və işarə barmağı ilə orta barmağı Peyğəmbər s.ə.v birləşdirərdi bir-birinə. Göstərərdi ki, yəni ki, mənlə qiyamət saati arasında bu qədər fərq var. Və bu göstərir ki, Peyğəmbər s.ə.v sonuncu Peyğəmbərdir. Və Peyğəmbər s.ə.v-dən sonra ancaq qiyamət saatını gözləmək lazımdır. Başqa bir Peyğəmbər gəlməyəcək. Ona görə deyir ki, Peyğəmbər s.ə.v Qeys ibn Əbi Həzimin hədisində deyir ki, Bu'istu fi nəsimis səə. Mən saatın ilk küləyində göndərilmişəm. İlk xəfif küləyində göndərilmişəm. Yəni necə külək başlayanda xəfif olaraq başlayır, ilk başladığında zəif olur. Mən də qiyamət saatının o əvvəlində göndərilmişəm. Yəni qiyamətə yaxın bir vaxtda, hansı ki, yəni məndən sonra ancaq qiyamət saati olacaq. Ona görə Peyğəmbər s.ə.v barmağı ilə o fərqi göstərməsi də dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin gəlişi ilə qiyamət saatının gəlişi çox yaxın bir vaxtdır. Yəni, insanlara uzaq görsənsə belə, ona görə Qurtubi rahiməhullah deyir ki, bu göstərir ki, o axır zamanın Peyğəmbəridir və ona o axır zamanda göndərilib və onunla qiyamət saati arasında heç də böyük bir məsafə yoxdur. Necə ki, bu iki barmaq arasında heç də böyük bir məsafə yoxdur. Və həmçinin bu dediyimiz dəlillər göstərir ki, Peyğəmbər s.ə.v axırıncı Peyğəmbərdir. Və Allah Teala da öz kəlamında bunu bəyan edib. Buyurub ki, Peyğəmbər s.ə.v haqda Allah Teala necə ki, Əhzab surəsində Məhəmməd sizin içərinizdən olan kişilərin heç birinin atası deyil. Deyir Allah Teala, lakin o Allahın elçisidir və Peyğəmbərlərin sonuncusudur. Peyğəmbərlərin sonuncusudur. Yəni ondan sonra artıq Peyğəmbər yoxdur. Yalnız qiyamət saati var. Onu gözləyin. Lakin biz yalancı peyğəmbərlər barəsində danışacağıq. Yalancı peyğəmbərlərə toxunacaq. Bəli, yalancı peyğəmbərlərə toxunacaq gələn dərslərdə. Lakin bu Peyğəmbər s.ə.v-in gəlişi haqq peyğəmbər olmağının sübutudur və Allah Teala və elçisi işarə ediblər buna saysız hesabsız dəlillərdə. Ona görə o çıxan peyğəmbərlər haqda Peyğəmbər s.ə.v özü xəbər verib ki, onlar qiyamət Peyğəmbər s.ə.v-dən sonra neçə yalancı peyğəmbər olacaq və böyükləri kimdir və onların hətta öldürülməsinə də bəzi işarələr edib Peyğəmbər sallallahu aleyhi və səlləm. Həmçinin qiyamətin kiçik əlamətlərindən Peyğəmbər sallallahu aleyhi və səlləmin ölümüdür. Peyğəmbər sallallahu aleyhi və səlləmin ölümü qiyamətin kiçik əlamətlərindəndir və bu əlamətlər olub keçən əlamətlərdir. Ona görə Əvf ibn Məlik radiyallahu anhu rəvayət etdiyi hədisdə, necə ki, İmam Buxari rəvayət edir, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu və bəzi rəvayətlərdə gəlir ki, deyir ki, gəldim
Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına dəridən olan bir çadırdaydı. Tabuk döyüşündə olur bu hadisə. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldim, dəridən olan bir çadırdaydı. Və başqa bir rəvayətlərdə gəlir ki, dedim ki, bikulli ya Rasulallah, yəni bütün bədənimlə girim çadıra, ey Allahın elçisi, yəni bütün bədənimlə daxil olum, ya bir hissəm, çünki çadır balaca idi. Bu göstərir ki, çadır balaca idi, ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmdən icazə istəyir girməyə. Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, bikulli, yəni bütün bədəninlə gir. Və daxil olur və Peyğəmbər sallallahu əleyhi və səlləm ona deyir ki, i'dad sitten beynə yedəysə, deyir ki, 6 şeyi say qiyamətdən qabaq. Və sonra deyir ki, ölümüm. Birincisi deyir ki, ölümüm. Və bəzi rəvayətlərdə gəlir ki, Avf ibn Məlik deyir ki, mənə bu söz elə ağrı verdi ki, elə bir kədər verdi ki, heç belə kədərlənməmişdim. Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi rəvayətlərdə deyir ki, say, bu birincisi. Və o da deyir ki, saydım, bu birincisi. Bu göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin ölümü qiyamət saatının kiçik əlamətlərinin ilkidir və ya ilklərindəndir. Və ən böyük müsibətlərdəndir Peyğəmbər sallallahu əleyhi və səlləmin ölümü müsəlmanlar üçün. Ona görə səhabələr, Peyğəmbər sallallahu əleyhi və səlləm vəfat edəndə səhabələrə bu ağır gəldi. Dünya onlara dar gəldi. Ənəs ibn Məlik radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinəyə daxil olanda hər şey işıqlanmışdı, hər şey nurlanmışdı. Amma öldüyü gün hər şey sanki zülmətə, qaranlığa büründü. Və bizi görərdin, biz təzə əllərimizi Peyğəmbər sallallahu əleyhi və səlləmin dəfnindən çəkmişdik ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm elə təzə dəfn etmişdik ki, qəbirlərimizi inkar etdik. Qəbirlərimizdə olanı inkar etdik. Və İbn Həcər rahimehullah deyir ki, yəni demək istəyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin zamanında qəlblərimiz bir başqa idi. O öləndən sonra qəlblərimiz sanki dəyişdi. Onda olan yumuşaqlıq, onda olan bir-birimizə qarşı olan saflıq, bir-birimizə qarşı olan mülayimlik, həmçinin Peyğəmbər s.ə.v-in bizi daima tərbiyələndirməsi sağ olarkən, o öləndən sonra etdiyi üçün qəlblərimiz sanki dəyişdi. Ona görə Peyğəmbər s.ə.v-in ölümü ilə nəinki qiyamət saatı, həm də vəhiy qırılıb. Vəhiy kəsilib. Ona görə Ümmü Eymənin yanına gələndə Əbu Bakr radiyallahu anhu və Ömər ibn Xattab radiyallahu anhu görürlər ki, Ümmü Eymən radiyallahu anh ağlayır və deyirlər ki ona, niyə ağlayırsan? Peyğəmbər Allahın elçisi üçün Allah qatında olanın daha xeyirli olduğunu bilmirsən və deyir ki, Allahın elçisinin Allah qatında olanın onun üçün yaxşı olduğuna görə və ya yaxşı olmadığına görə ağlamıram. Ağlayıram ki, vəhiy qırıldı, yəni vəhiy qurtardı, artıq vəhiy nazil olmayacaq və təhrik edir onlar, yəni bu sözdən sonra onlar da ağlayırlar. Hər ikisi Əbu Bakr Ömər radiyallahu anhu ağlayırlar. Bu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bəşər idi. Və necə bəşər insanlar ölürdüsə, Peyğəmbər sallallahu aleyhi və səlləm də eləcə vəfat etmişdi. Çünki əbədiyyət ancaq Allah üçündür. Ona görə Allah Teala bəyan edib ki, bir çox ayələrdə ki, bütün insanlar öləcək, hər bir insan ölümü dadacaq və Peyğəmbər sallallahu aleyhi və səlləmə müraciət edəndə deyir ki, biz səndən qabaq heç bir bəşər övladı üçün əbədiyyət yazmamışıq. Məgər onlar ölür. Bu göstərir ki, Peyğəmbər s.ə.v-in ölümü saatın ilk əlamətlərindəndir və həmçinin İslama ilk zərbələrdəndir. İslama dəymiş ilk zərbə Peyğəmbər s.ə.v-in ölümüdür. Ona görə İmam Qurtubi rahimehullah bu haqda danışanda deyir ki, İslama ilk zərbə Peyğəmbər s.ə.v-in ölümüdür. Sonra Raşidi xəlifələrinin, Əbu Bakrin, Ömərin, çünki Peyğəmbər s.ə.v-in ölməyi ilə vəhiy Peyğəmbərlik və ilk ərəblərdə şərin ilk meydana gəlməsi səbəbi olub. Peyğəmbər s.ə.v vəfat edəndə ərəb qəbilələrinin çoxu İslamdan çıxdı. Ona görə şər baş aldı, getdi və xeyir azaldı, naqis oldu. Yəni bu iki əlamət hansı ki zikr etdik, qiyamətin ilk əlamətlərindəndir. Və zikr etdiyimiz hədisdə, Avf ibn Məlikin hədisində baş vermiş qiyamətin digər əlamətləri də zikr olunub. Yəni 6 əlaməti hədisi tam zikr etməliyik ki, bu əlamətləri zikr edəndə toxunacaq həmin əlamətlərə. Allah sizdən razı olsun Səid qardaş. Qardaşlar, paylaşmağı yaddan çıxarmayın zəhmət olmasa. Ümmü Eymən yaxınlarından idi, Peyğəmbər məhrəmlərindən idi. Bəli. Və gəlib ki, qiyamətin kiçik əlamətlərindən hansı ki, Peyğəmbər buyuruq Səid qardaş. Avf ibn Məlik radiyallahu anh buyurur ki, Peyğəmbər s.ə.v buyurdu ki, qiyamət saatından əvvəl 6 şeyi say. Bəli. Və ikinci deyir ki, Peyğəmbər s.ə.v Beytül Məqdisin fəth olunması. Yəni, Qüdsün fəth olunması.
Və Qüdsün fəth olunması da qiyamətin kiçik əlamətlərindəndir. Və bu hadisə də baş verib hicrətin 16-cı ilində Ömər ibn Xattab radiyallahu anhunun xilafətində Beytül-Məqdisin və Beytül-Məqdisi Qüdsü fəth eləməsi haqda sira kitablarında olduqca geniş məlumatlar var. Və rivayətlərdə gəlir ki, hətta özü tək gelib Qüdsün açarlarını təslim almaq üçün. Ona görə siyar kitablarında gəlir ki, Ömər radiyallahu anhu özü tək Qüdsün açarlarını təslim almaq üçün gedir və Qüdsü fəth edir və təmizləyir Qüdsü Yahudilərdən və Nəsranilərdən və orada məscidi tikir, hansı ki həmin məscid Ömər məscidi kimi tanınır indi Qüdsdə. Və bəzi rəvayətlərdə gəlib ki, namaz qılmaq istəyir və səhabələrdən bəziləri deyir ki, ona harada qılacaqsan, ha tərəfdə qılacaqsan və göstərirlər ona daşı, Qüdsdə olan böyük daş, hansı ki Yahudilər onun arxasında ibadət edir. O daşı göstərirlər və deyirlər ki, yəni burada etsən daha yaxşı olar və Ömər radiyallahu anh istəmir orada etməyi. Deyir ki, Yahudilərin ibadət etdiyi yerdə yox. Peyğəmbər s.ə.v hara doğru namaz qılıbsa, ora qılacam. Və deyirlər ki, orada namaz qılsan, bütün Qüdsü görəcəksən, bütün Qüdsü əhatə edəcəksən. Deyir ki, yox, Peyğəmbər s.ə.v hara qılıb ora. Ona görə də qiblə tərəfdə qılır, Qüds tərəfə yox. Əksinə, Qüdsü arxasına salır və qiblə tərəfdə namazını qılır Ömər ibn Xattab radiyallahu anhu. Və bəzi rəvayətlərdə gəlir ki, bəzi kilsədə namaz qılmaq haqda suallar verirlər ona və ya kilsəni təmizləmək haqda bəzi əməllər olur. Lakin onlar səhih hədislərdə sabit olmuyor. Baxmayaraq ki, bəzi alimlər həsənləndirib həmin rəvayətləri ki, kilsənin təmizlənməsi və s. Lakin səhih hədislərdən o öz əksini tapmır. Həmçinin kiçik əlamətlərdən hansı ki, Peyğəmbər s.ə.v bu hədisdə zikr edir, Əmvas taunu adlanan əlamətdir. Peyğəmbər s.ə.v Əmvas taunu haqda bu hədisdə buyurur ki, 6 şeyi qiyamətdən qabaq say və onlardan biri deyir ki, sizi çoxlu ölüm gözləyir və ya çoxlu öldürən bir xəstəlik gözləyir. Hansı ki, sizi öldürəcək, necə ki, sürüyə, yəni qoyun sürüsünə düşən xəstəlik kimi, hansı ki, qoyun sürüsünə düşür və onları məhv edir. Peyğəmbər s.ə.v həmin xəstəliyi Quas adlandırır. O da heyvanın burnundan düşür və onun burnundan maye axır və heyvan həmən ölür və ya anidən ölür. Peyğəmbər s.ə.v buyurur ki, sizi çoxlu ölüm gözləyir, yəni taun xəstəliyinə işarə edir. Alimlər buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bununla taun xəstəliyinə işarə edir. Necə ki, İbn Həcər və başqaları vurğulayıb bunu, deyir ki, burada Ənvas taunundan söhbət gedir. Və Ənvas da Qüdsdə yer adıdır. Qüdsdə bir kənddir. Və həmin xəstəlik 18-ci ildə olub, hicrətin 18-ci ilində olub, elə Ömər Xattab radiyallahu anhunun xilafətində olub və sonradan məşhur xəstəlikdir. Həmin qəsəbədə, Ənvas qəsəbəsində baş verib, sonradan İraq-Şam əyalətinə keçib. Və həmin xəstəlikdə çox sayda səhabələr də ölüb. Həmin taundan çox sayda səhabələr də ölüb. Hətta ölənlərin sayı haqda bəzi kitablarda gəlir ki, müsəlmanların sayı, bu xəstəlikdən ölən müsəlmanların sayı 25 min. 25 min müsəlman bu xəstəlikdən vəfat edib. Və bu xəstəlikdən vəfat edənlərdən biri də Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabəsi Əbu Ubeydə el-Cərrah idi. Əbu Ubeydə Əmr ibn Cərrah radiyallahu anhu, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm onu bu ümmətin əmini adlandırıb. Və o Şamda bəzi həmin xəstəlik olan əyalətlərdən birində idi. Ömər radiyallahu anhu onu ora vali kimi təyin etmişdi. Və Ömər radiyallahu anhu da həmin xəstəlik ərəfəsində o məşhur hədis hansı ki, Ömər radiyallahu anhu hücum etmək istəyir bir qəsəbəyə, bir yerə və xəbər çatır ki, ona deyirlər ki, həmin yerdə taun var və dayanır, mühacir və ənsarları çağırır ki, onlarla məsləhətləşsin, nə etsin və deyirlər ki, ona, bəs getmiyor ona bəzi səhabələr və bəzi səhabələr deyirlər ki, gedək və onlardan biri də Əbu Ubeydə el-Cərrah idi, deyirdi ki, ona Allahın qədərindən qaçırsan və deyirdi ki, Əbu Ubeydə el-Cərraha Allahın qədərinə qaçıram və məsləhət olunur ki, girməsin, çünki Peyğəmbər s.ə.v-in hədisi zikr olunur. Ona deyilir ki, Peyğəmbər s.ə.v buyurub ki, bir yerdə taun xəstəliyi olduğunu eşitsəz və ya taun olduğunu
eşitsəz, ora nə girin və oradasınızsa oradan çıxmayın. Ona görə girmir Ömər radiyallahu anhu. Lakin Əbu Ubeyd el-Cərrahı çıxarmaq istəyir oradan. Gəlir ki, necə ki, Əbu Musa el-Əşəri deyir ki, məktub göndərir Əbu Ubeyd el-Cərraha. Deyir ki, məktubum sənə çatan kimi ehtiyacım var sənə. Dərhal çıx oradan yanıma gəl. Və Əbu Ubeyd el-Cərrah radiyallahu anhu başa düşür ki, onu ölümdən qurtarmaq istəyir. Və ona xatırladır Peyğəmbər s.ə.v-in hədisini və çıxmır oradan. Və deyir ki, mən də müsəlmanların ordusundan bir orduyam. Və Əbu Ubeyd el-Cərrahın məktubu Ömər radiyallahu anhə gəlib çatanda ağlayır və soruşurlar ki, Əbu Ubeydə ölüb. Deyir ki, xeyr, hələ yox. Yəni, hələ yox, amma elə də çox deyil, yəni ölüm vaxtı. Bu da Peyğəmbər s.ə.v-in möcüzələrindən idi ki, qiyamətə yaxın olan bu əlamətlərdən birinə işarə etmişdi ki, böyük çox sayda ölümlər olacaq. Həmçinin bu hədisdə olan kiçik əlamətlərdən, hansı ki, onun yanında kifayətlənəcək bu dəstə, Peyğəmbər s.ə.v xəbər verib ki, çoxlu mal olacaq müsəlmanların. Müsəlmanların çoxlu mal olacaq. O dərəcədə ki, sədəqəyə ehtiyac duymayacaq insanlar. İnsan olmayacaq ki, sədəqə istəsin və ya veriləndə sədəqəni götürsün. Ona görə gəlir ki, Avf ibn Məlikin hədisində Peyğəmbər s.ə.v zikr edəndən sonra taun xəstəliyini deyir ki, sonra mal çoxalacaq və bir kişiyə gətirib 100 dinar verəndə qəzəbli halda dayanacaq. Yəni, razı olmayacaq, 100 dinarı heç sayacaq, qəzəblənəcək. Və Peyğəmbər s.ə.v sonra buyurur ki, sonra fitnə olacaq. Hansı ki, onu gələn dərsə ayırmışıq ki, çünki fitnə mövzusu çox geniş mövzudur və geniş məsələləri əhatə edir. Osman radiyallahu anh'ın qətli kimi, həmçinin digər fitnələr hansı ki, səhabələrin dövründə və onlardan sonra baş verib. Və bu hədisdə Peyğəmbər s.ə.v buyurur ki, sonra fitnə olacaq, elə bir ərəb qalmayacaq ki, onun evinə bu fitnə girməsin. Ərəb deyəndə burada müsəlmanlar qəsd olunur. Çünki o vaxt əksər iman edənlər ərəblər idi. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, elə bir müsəlman qalmayacaq ki, onun evinə bu fitnə daxil olmasın. Və sonra buyurur ki, sonra sülh olacaq bir müddət. Və sizinlə Bəni Əsfar qəbiləsi arasında, Bəni Əsfar Peyğəmbər s.ə.v Rumları qəsd edir. Deyir ki, sizinlə onlar arasında sülh olacaq uzun bir müddət. Və sonra xəyanət edəcəklər və sizin üzərinizə 80 bayraqlı dəstə ilə gələcəklər və hər həmin bayraqlı dəstənin altında da 12.000 bayraqla, 12.000 bayraqlı dəstə ilə. Bu göstərir ki, böyük bir döyüş olacaq müsəlmanlarla Rum imperatorluğu arasında, hansı da o da qiyamətin kiçik əlamətlərindəndir. Və malın çoxalmasına Əbu Hüreyrə radiyallahu anhu da işarə edib. Və deyir ki, Peyğəmbər s.ə.v Əbu Hüreyrənin hədisində mal çoxalacaq və mal sahibi onu kədər bürüyəcək, bilməyəcək sədəqəni kimə versin, bilməyəcək sədəqəsini kimə göndərsin və bir kişini çağıracaqlar, sədəqəni ona verəcək və deyəcək ki, mənim sənin malında ehtiyacım yoxdur. Həmçinin Əbu Musa radiyallahu anh'ın hədisində gəlir ki, Peyğəmbər s.ə.v deyir ki, insanlara elə bir zaman gələcək ki, kişi öz qızılı ilə sədəqə vermək üçün dolaşacaq, sonra heç kimi tapa bilməyib qayıdacaq. Yəni, heç kimə verməyə sədəqəni tapa bilməyəcək. Və Peyğəmbər s.ə.v göstərir ki, bu ümmət varlı olacaq. Bu ümmət varlı olacaq Peyğəmbər s.ə.v-dən sonra və bu da qiyamətin əlamətlərindəndir. Ona görə başqa bir hədisdə deyir ki, yer üzü mənim üçün büküldü. Məğribdən məşriqə kimi Allah Taala yer üzünü mənim üçün büzdü. Necə ki, Səvbən radiyallahu anhu rəvayət edir bunu Peyğəmbər s.ə.v-dən. Deyir ki, və gördüm, məşriqi də gördüm, məğribi də gördüm. Və gördüm ki, ümmətimin mülkü hara qədər bükübsə Allah Taala o qədər olacaq onların mülkü. Və mənə 2 xəzinə verib, qırmızı və ağ. Və alimlər buyurur ki, qırmızı, ağ, yəni qızıl və gümüş xəzinələri qəsd edir Peyğəmbər s.ə.v. Və başqa bir rəvayətlərdə Peyğəmbər s.ə.v buyurur ki, yer üzünün xəzinələri xəzinələrin açarı mənə verildi və yer üzünün açarı mənə verildi. Və Ədi radiyallahu anh'ın hədisində gəlir ki, Peyğəmbər s.ə.v işarə edir hardan da bu xəzinələr. Və deyir ki, Ədi ibn Hətib radiyallahu anh'ı deyir, Peyğəmbər s.ə.v-in yanındaydım və bir kişi daxil oldu, kasıblıqdan şikayət etdi. Sonra bir kişi daxil oldu, yol kəsənlərdən, yəni quldurlardan şikayət etdi və mənə dedi ki, ey Ədi, bu Əl-Heyra adlanan kəndi görmüsən? Dedim ki, yox.
Dedi, lakin onun haqqda eşitmişəm. Dedi ki, əgər Allah Taala sənin ömrünü uzatsa, yəni ömrün çatsa, görəcəksən ki, oradan dəvənin üzərində qadın çıxacaq, gələcək Kəbəni tavaf edəcək və geri qayıdacaq. Heç kimdən qorxmayacaq, yalnız Allahdan qorxacaq. Yəni əmin-əmanlıq olacaq. Və sonra deyir ki, ədi və öz nəfsimdə dedim ki, hanı yol kəsənlər, hansı ki, fəsad edirlər, şər yayırlar, onlar bəs harada olacaq? Peyğəmbər s.ə.v sonra dedi ki, əgər Allah Taala yəni sənin ömrünü artırsa və ya ömrün uzansa, Kisranın xəzinəsi fəth olunacaq və ya Kisranın xəzinəsi müsəlmanların olacaq. Və dedim ki, Kisra ibn Hurmuz İran şahıdır. Və dedim ki, Kisra ibn Hurmuzun, dedi ki, bəli, Kisra ibn Hurmuzun əgər ömrün uzun olsa, yəni ömrün çatsa, görəcəksən ki, kişi çıxacaq əli dolu qızıl gümüşlə, axtaracaq ki, kimə versin, heç kimi tapa bilməyəcək, ondan bu qızıl gümüşü qəbul etsin sədəqə kimi. Və Ədi radiyallahu anhu deyir ki, Kisra ibn Hurmuzun xəzinəsi fəth olunanda mən də oradaydım. Kisra ibn Hurmuzun xəzinəsi fəth olunanda mən oradaydım, onu gördüm. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyi, yəni yerinə yetmişdi. Və əgər ömrünüz, müraciət edir ətrafında olanlara, deyir ki, əgər Allah Taala sizə ömür versə, görəcəksiniz ki, Peyğəmbər s.ə.v-in dediyi kimi kişi çıxacaq, əli dolu qızılla, gümüşlə onu verməyə heç kimi tapmayacaq. Və alimlər ixtilaf edib bu səbəbdən ki, bu əlamət olub yoxsa yox. Yəni, bu kiçik əlamət artıq olub, keçib, yoxsa yox. Və şək yoxdur ki, bu əlamət artıq keçib, bitib. Peyğəmbər s.ə.v-in xəbər verdiyi kimi bir hissəsi. Və bir hissəsi də qiyamətə yaxın olacaq. Hansı ki, Peyğəmbər s.ə.v işarə edib ki, həmin ərəfədə insan sədəqə verməyə, insan axtaracaq, kasıblar axtaracaq, lakin tapmayacaqlar. Və deyirlər ki, bu ərəfə, bu hal İsa Peyğəmbərin gəldiyindən sonra olacaq. Yəni, böyük əlamətlərin əstanasında olacaq, arasında olacaq. Ki, hansı ki, İsa Peyğəmbərin vaxtı bilirik ki, yer üzünü bərəkət bürüyəcək, yer üzündə bolluq olacaq. Necə ki, keçən dərslərdə buyurduq. Və Əbu Hüreyrə radiyallahu anhudan gəlir ki, hədisdə Peyğəmbər s.ə.v buyurur ki, yer torpaq özündə olan, yəni ciyərlərini, yəni içərisində olan xəzinələrini çıxarıb atacaq qızıl sütunları kimi, gümüş sütunları kimi, yəni dağlar kimi, sütunlar kimi yer üzəri öz sərvətlərini çıxardacaq. Və qatil, insan kimisə öldürmüş biri, qatil gələcək, deyəcək ki, buna görə bir kəsi qətl etdim. Və sonra yol kəsən gələcək, daha doğrusu qohumluq əlaqəsini qıran gələcək, deyəcək ki, buna görə mən qohumluq əlaqəsini qırmışam. Oğru gələcək, deyəcək ki, buna görə mənim əlim kəsilib və onu tərk edəcəklər, götürməyəcəklər. Götürməyəcəklər həmin malı. Və İbn Həcər rahimehullah deyir ki, insanların həmin vaxtı malı götürməməsinin səbəblərindən biridir, qiyamətin əhvalı olacaq. Həşrin olması, qiyamətin böyük əlamətlərinin çıxması insanları məşğul edəcək, ona görə də mala ehtiyac duymayacaqlar. Və başqa bir yerdə də buyurur ki, yəni qiyamətin böyük əlamətlərinin olması təkcə səbəb deyil insanların maldan imtina etməsi. Ola bilər Peyğəmbər s.ə.v-in dediyi kimi mal, nemət, bərəkət bol olacaq, insanlar başqalarının sədəqələrinə ehtiyac duymayacaq və götürməyəcəklər onu. Və bu da Avf ibn Məlikin hədisində zikr olunan qiyamətin kiçik əlamətlərindən 5-incisi idi və 6-cısı da fitnələrdir. Hansı ki, onu dedik ki, gələn dərsimizdə geniş zikr edəcək böyük bir mövzudur. Ona görə bugünkü dərsdə onu əhatə etməliyik. Allah Taala bizə eşitib faydalardan etsin. Allah sizdən razı olsun Səid qardaş. Məlumata görə